Gəlmişik tricenika, tricenikları yoxlamağa. Deməli dostlar, belə bir tricenik sifariş verdim. Dadı nədirsə onu deyəcəm. Pisdirsə pis, yaxşıdırsa yaxşı. Yəni baxaq dadına. Belə deyildi, bu slayonlu xəmirdir. Onu belə spiral fırladılar. Superdir. Müsbət cəhəti də odur ki, tutmur adamı. Çox şirini deyil, abartı şirini deyil və rahat yemək olur. Mən sifariş verdiyim belə bir kakoslu tricenik idi. Alırsan bunun yanında bir dənə də çay, isti çay, vurursan bədənə. Bu isə hamının favori adlandırdığı darçınlı tricenikdir. Bunun dadına əsasən baxmaq istəyirəm, görüm. Birinci amma bunu eləyim. Deyirlər bunu belə bölmə olur necəsə. Və belə spiral çıxır, prosta məndə çıxmaz. Gəldiniz bura, darçınlı tricenikdən sifariş verin, özünüz görəcəksiniz. Mən heç nə demirəm. Bu arada personal da çox gülərüz idi, buna görə də ayrı təşəkkürümü bildirirəm. Soğuq əllər sürəylərdə tricenikin dadına baxdım. Videonu əl bəyəndiysə səhifəyə abunə olub videomu like atmağı unutmayın.